Hörmətli Səhər tamaşaçıları, biz davam edirik və günümüzü xoş keçirmək üçün müxtəlif məkanlara müraciət edirik, orada vaxtımızı keçiririk və beləliklə həftəmiz də, günümüz də çox gözəl keçir. Amma biz istərdik ki, nəinki ənənəvi kafe və restoranlara siz müraciət edəsiniz, eyni zamanda asidə vaxtınız olanda mütləq bir fərqli kafelər var ki, orada müraciət edəsiniz. Çünki orada çalışan əməkdaşlar əslində autizmdən əziyyət çəkənlərdir və fərqlilikdir və həqiqətən də fərqli kafedə fərqli şəxslər çalışır. Onlar öz sevgisində, xidmətində hazırladığı o kofeləri belə çox ürəklə edir. Bəli, söhbət autizmli və Down sindromundan əziyyət çəkənlərdən gedir. Əslində xəstəlik deyil, fərqlilikdir və elə onların ümumiyyətlə dünya görüşü də fərqlidir. Yaddaşları daha güclü olur, autizm sindromundan əziyyət çəkən insanlar daha detallara daha çox fikir verirlər. Eyni zamanda Down sindromlu insanlar fikir vermisənsə çox pozitivdirlər. Çox pozitivdirlər və musiqi yönlü, eyni zamanda incəsənətə olan marağı olur. Eyni zamanda sevgini digər insanlara nisbətdə daha yaxşı ifadə edə bilirlər. Və nə gözəl ki, onlar məhz bu kafedə çalışırlar. Elə növbəti sujetimiz də, hörmətli tamaşaçılar, bununla bağlı olacaq. Gəlin birlikdə izləyək. Hər gün yeni insanlarla ünsiyyət qurmaq, cəmiyyətin bir parçası olduqlarını hiss etmək onların ən böyük qazancıdır. Söhbət autizmli və Down sindromlu gənclərin işlədiyi kafedən gedir. Bu qəhvənin dadı biraz fərqlidir. Çünki onu fərqli, amma bir o qədər də bacarıqlı əllər hazırlayıb. Burada hər fincan özündə əzm və inam əks etdirir. Fərqli olmaq bəzən ən böyük gücdür. Bu kafedə həmin gücü göstərən yerlərdən biridir. Onlar üçün bu sadəcə iş deyil, həm də özlərini ifadə etməyin, sevilməyin və qəbul edilməyin sübutudur. Adım Əzizdir, soyadım Qəmbərövdür, mənim 19 yaşım var, mən barista vəzifəsində çalışıram. Mənim üçün xoşdur müştərilərlə ünsiyyət girmək. Ümumən bu yerdən də xoşum gəlir, çünki mən fikirləşirəm ki, bu yer müsbət enerjiyə doludur. Mənim adım Seyizad Hüseyndir, mən Kaşda ofisant olaraq işləmədən zövq alıram. Kafedə xüsusi menyu da hazırlanıb. Bu menyudakı bütün təamlar isə sevgi ilə hazırlanır və müştərilərə təqdim olunur. Soyuq və isti içkilər, salatlar, rollar, hətta səhər yeməkləri. Cəmiyyətə bu mesajı verməyə çalışırıq ki, neyromüxtəlifliyi olan insanlara doğru yol göstərdiyinizdə, onların yanında doğru insanlar olduğunda, onların bacarmayacaqları heç bir iş yoxdur. Mən 22 yaşında autizmli övlada sahib bir anayam və onun vasitəsilə bu yola çıxmışam. 10 neyromüxtəlifliyi olan əməkdaşa sahib bir kafedir, hansı ki bir nəfər Down sindromlu, 9 nəfər də autizm spektr pozuntusu diaqnozu almış şəxslərdir, gənclərdir. Və hər biri fərqli vəzifələri icra edirlər. Ofisant olanlarımız var, barista köməkçimiz, aşpaz köməkçimiz. Onlar sadəcə xidmət göstərmir, həm də öz istedadlarını nümayiş etdirirlər. Kafeni dekor kimi bəzəyən bu əl işləri isə məhz buranın çalışanlarına məxsusdur. Düşünürəm, bura xüsusi gözəllik verir. Müştərilər arasında isə hətta əcnəbi qonaqlar da olur. Bəli, onlar buranı özlərinə ev, hər bir müştərini isə qonaqları hesab edirlər. Bu gənclərin qonağı olmaq isə insana xüsusi zövq verir. Əzizə Mahmudzadə, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.